Turnirdə mübarizə aparan iki qardaş Taleh Fətəliyev və Elmir Fətəliyev bugün müvafiq olaraq Yellow Bank və bir ekosistemi komandalarının heyətində üz-üzə gələcəklər. Bir qədər sonra bir-birinizə qarşı oynayacaqsınız. Necə hisslərdir? Əvvəla təşkilatçılara salam, rəqib komandanı Elmir Fətəliyev qardaşımı da uğurlar arzu edirəm. Güclü olan qalib gəlsin. Rəqib olaraq üz-üzə gəlmək yaxşı bir hisslərdir. Meydansada mübarizə olacaq. Çöldə yenə qardaşlıq, yəni öz yerində. İlk öncə mən də təşkilatçılara çox sağ olun deyirəm. Belə bir gözəl turnir təşkil ediblər. Biz Yellow Bank komandası da digər turnirlərdə də rəqib olmuşuq. Yəni biz qardaşım olaraq demirəm, biz ümumiyyətlə bizim daxilimizdə var bu hisslər. Biz meydana çıxdıqsa orada sırf hansı komandanın üzvü isə o komandaya sadiq olaraq oynayırıq. Yəni rəqib olaraq bir-birimizi görürük. İnşallah bugün də bu çempionata üz-üzə gəlmişik. Bir qardaşlıq rəqibi deyək. Tək Talehlə mənim yox, digər oyunçularla da bizim oyunçular arasında. İnşallah güclü olan qalib gələcək və yenə də buradan çıxıb finalda bir yerdə görüşəcəyik. Maraqlıdır. Meydanda hansınız daha sakit, hansınızsa daha gərgin olursunuz? Bunu qıraq azarkeşlərdən soruşsaydı daha yaxşı olardı, amma bizdə belə çıxmasın, özümüzdə də, daxildə də var o hisslər. Biz biraz ikimiz də emosional bir futbolçuyuq. Yəni daima qazanmağı sevən şəxslərik. Ona görə də yəni emosionallığımız demək olar ki, eyni səviyyədədir. Amma ki biz çalışırıq ki, bu emosionallığımızı çox yuxarılara qaldırmayaq və maksimum bir dostluq, bir rəqibi olaraq bir-birimizi görək və orada kim güclüdürsə o qalib gəlsin. Hər ikinizə uğurlar. Təşəkkür edirəm, çox sağ olun. Çox sağ olun. Maç bitdi və Dirçəliş Kubokunun 3-cü turunda Yellow Bank bir ekosistemi 5-1 hesabı ilə məğlub etdi. Əvvəlcə oyun barədə fikirlərinizi eşidək. İlk öncə Yellow Bank komandasını təbrik edirəm. Gözəl oyun oldu. İlk hissə yaxşı oynadıq. Axıra qədər oynamağa çalışdıq, amma gücümüz çatmadı. Yəni oyuncularımızın belə deyim köməyi biraz az oldu. Buna baxmayaraq axıra qədər döyüşə bildik. Rəqibi də təbrik edirəm. İnşallah bu bizim sonuncu məğlubiyyətimiz olar və bir də finalda qarşılaşarıq və finalda bunun əvəzini çıxmağa çalışarıq. Qələbə təəssüratlarınızı öyrənək. Biz də komandamızı təbrik edirəm. Gözəl oyun oynadılar. Həqiqətən rəqib komandanın da, dost qardaş komandamızı növbəti oyunlarda uğurlar bildirirəm. İnşallah bir də finalda qarşılaşarıq. Gözəl oyun oynadılar, amma futbolu iki oynayandan biri udmalıdır. Çox sevincliyik bu qələbəyə görə. Çempionatın favorit komandalarından birini məğlub etdik. İnşallah hədəfimiz çempionluqdur. Rəqib komandaya da, bir ekosistemi komandasına da uğurlar arzu edirik. Təşəkkürlər və növbəti oyunlarda sizə uğurlar. Çox sağ olun.